Cəmaatın qızına, cəmaatın ailəsinə baxma. Bu sənə yaraşmır, sənin özünə yaraşmır. Olmaz bunu eləmək. Yəni özünə icazə vermə bunu. Cəmaatın içində belə bir söz var idi, kimə nə eləmişəm? Eşidib ki, çoxdur, mən oğurluq eləmirəm, ev yıxmıram. Məsələn, bunun üçün günah budur ki, kiməsə nəsə zərbə vursun. Ya məsələn, nəuzubillah, Qurana hörmətsizlik eləsin, nəuzubillah, məsələn, Kəbəyə biri hörmətsizlik elə, bu şeyləri günah sayır. Amma özünə elədiyini günah saymır. Deyir, özüm eləyirəm də, neynirəm ki? Tövbə də çətin olur belə günahlardan bəzi adamlar üçün. Allah deyir, yox, özünə eləmə, özünə qiymət ver. Mən səni yaratmışam, yaradandan sonra özümə əhsən demişəm. Demişəm, təbarəkəllah, əhsənul xaliqin. Yaradanların ən gözəl olan Allah mübarəkdir. Mən səni yaratmışam, sən özünə zərbə vurmağa haqqın yoxdur, şəxsiyyətvə ləkə vurmağa haqqın yoxdur.